Deməli, 2023-cü ilin ikinci qrup birinci qəbulunu işləyəcəyik. Birinci şans imtahanı. Birinci sualdan başlayırıq. Mərkəzi 3, -2 nöqtəsində və əmsalı K2 olan homotetiyada A, -2, -1 nöqtəsi hansı nöqtəyə çevrilir? Deməli, uşaqlar, bu sualda nə edirik? Belə bir məsəl üçün homotetiya çəksək, deyək ki, bura bizim O nöqtəmizdir. 3, -2-dir. Bura olsun A nöqtəmiz, bura -2, -1-dir. Burada hər hansı bir bizdən dediyi o hansı nöqtəyə çevirirsə, məsələn, A' nöqtəmiz olsun, X, Y. Baxın uşaqlar, homotetiyanın 2 olduğu onu bildirir ki, yəni buradan məsəl üçün O'dan A'ya kimi məsafə nədirsə, O'dan elə A' kimi olan məsafə ondan 2 qat çox olmalıdır. Deməli, avtomatik bu hissə A nöqtəsi nə olacaq? Orta nöqtə olacaq. Orta nöqtə necə tapılırdı? Kənarları cəmləyib yarıya bölürdük. Buradan da X-i tapacağım ki, 3 + X bərabərdir -4-ə, X bərabərdir -7-yə. X -7-dirsə, indi Y-i tapsaq, -2 üstə gəlinsin, neçə? Y bölünsün 2 bərabərdir -1-ə. Buradan -2 üstə Y bərabərdir -2-yə, Y də bərabərdir 0-a. Deməli, X-i -7, Y-i 0 olan nöqtədən keçəcək. Paralelogramın hündürlükləri 16 və 12-dir. Onun böyük tərəfi 20 olarsa, kiçik tərəfini tapın. Baxın, uşaqlar, paralelogramda, böyük tərəfin kiçik hündürlüyü, kiçik tərəfin böyük hündürlüyü var. İndi 16-nı vuracam X-a, yəni kiçik tərəfə və 12-ni vuracam 20-yə, böyük tərəfə. Və salam, bunlar bir-birinə bərabər olmalıdır. Buradan X də bərabərdir. 12-ni 20-yə vurub 16-ya böləcəyik. Buradan da 4-ə bölərəm, 4 qalar. Bundan 4 ixtisar gedəndə 5 qalacaq. Digərindən də 4 ixtisar gedəndə 3 qalacaq. Cavab eləcək 15Y variantı. A və B natural ədədlər üçün deyir. 3A çıx 4B ifadəsinin ən kiçik qiyməti. Baxın, ən kiçik qiymət nə deməkdir? 5A çıxılsın 4B 0 olmalıdır. Modul ən kiçik 0 olaraq 5A bərabərdir 4B-yə, A-ya 4 desək, B-yə 5 deyərik. İfadənin ən kiçik qiymətini istəyirsə 72 bölünsün. 5 üstə gəl 4. Bu da eləcək 72 bölü 9, yəni 8A variantı. Bərabərsizliklər sisteminin tam həllərinin sayını istəyir. Birincisi, nə edəcəyik? Təbii ki, ayrı-ayrılıqda işləyərik. Yəni, nə deyərəm? X kvadratı çıx 8x üstə gəl 12. O nədir ki, cəmi 12 eləyər, daha doğrusu cəmi 8 eləyər, hasilə 12. Təbii ki, 2 ilə 6-dır, cəmi 8 eləyəcək, hasilə 12. Bu sıfırdan böyük olmalıdır. Burada aralıq nə olacaq? Deməli, 2-dən 6-ya kimi hər ikisi daxildir. Müsbət, mənfi, müsbət olacaq. Bizə də müsbət aralıq lazımdır. Mənfi sonsuzluqdan 2-yə birləşəcək 6-dan müsbət sonsuzluğa. Daha sonra digərini işləyirəm. X çıxılsın 2. Modul necə açılırdı? Bir dəfə olduğu kimi bir dəfədə işarə dəyişir, qiymət dəyişir. Buradan X kiçikdir 9-dan, burada da X böyükdür. Bunu bu tərəfə keçirəndə olacaq neçə? -5-dən. Aha. İndi arağı çəkirəm. 9-dan kiçiklər istəyir. -5-dən böyükləri istəyir. Baxın, uşaqlar, bunu belə yadınızda saxlayın ki, əgər işarə modul tərəfə yox, dairəyə aldığım bu qara yer, işarə, məsəl üçün, böyükdür işarəsi ağzı modul tərəfə deyilsə, o zaman kəsişmə götürülür. Yəni, buradan -5-dən 9-a kimi olan hissə götürüləcək. Deyir, tam həllərin sayını tapın. Bizdən, yəni bu ikisinin kəsişməsini istəyir. Deməli, -2-dən, -5-dən 2-yə daxil olmaqdan götürə bilər. Məsələn, burada hansı ədədlər var? -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5, 6, 7 və 8 var. Bu aralıqda hansılar daxildir ona? Təbii ki, buradan mənfi sonsuzluqdan 2-yə kimi olanlar və 2 də daxildir. Deməli, -4, -3, -2, -1, 0, 1, 2 bunlar daxildir və 6-dan yuxarılar, 6-da daxil olmaqdan. 6, 7, 8 neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə oldu C variantı. Keçirik 5 nömrəli sualat. Şərtini ödəyən deyir, X və Y həqiqi ədədlərin hasilini tapın. Baxın, uşaqlar, X kvadrat çıx 2x üstə gəl 1 yazaram. Üstə gəl Y kvadrat üstə gəl 4, Y üstə gəl 4 yazaram. Yəni 5-i parçaladım 1 üstə gəl 4 kimi. İlk 3-ü mənə nəyə verir? X minus 1-in kvadratını. Digər mənə verir Y plus 2-nin kvadratını.
Burada x və y həqiqət ədədlərinin hasilini istəyir. Birində x-imiz 1-dir, digərində y-imiz -2-dir ki, cəmi 0 olsun. Unutmayın, kvadratın, modulun və kökaltının cəmi 0-dır. O deməkdir ki, ayrı-ayrıqda 0 götürməliyik və bu ikisinin hasili bizə verəcək -2 B variantı. 6 nömrəli sualda malın qiyməti əvvəlcə 40%, sonra alınan qiymət 50% ucuzlaşdırdılar. Daha sonra yeni qiymət 25% bahalaşdırılır. Malın ilkin qiyməti necə ucuzlaşdı? Baxın uşaqlar, bu tip suallarda özünüzdən 100-ü qoyacaqsınız. Məsələn, mənim 100 manatlıq bir malım var. Öncə 40% azaldısa, yəni nə qədər qalır? Əvvəlcə 40%, sonra isə alınan qiymətin 50% 40% ucuzlaşdırdılar. O deməkdir ki, 60 oldu. Sonra alınan qiyməti 50% ucuzlaşdırdılar. Bu da eləyəcək neçə? Sıfırla gedəndə 30. 30 qaldı deməli. 30 getdi, 30'u qaldı. Daha sonra yeni qiyməti, yəni 30'u 25% bahalaşdırdılar. Yəni 125%-ni tapdılar. Burada da sıfırın biri digərindən gedir və neçə alınır? 3'ü 125'e vurub ona böləcəyik. 3'ü 125'e vuranda 5, 1 yadda. 3 dəfə 2'nin 6, 7. Bu delirik. 3, 37,5 alınacaq və öncə neçə idi? 100. Sonra neçə oldu? 37,5. Bunu tapmaq üçün 100-dən çıxacağım. 37,5-i bu da eləcək 62,5 A variantı. Tənliyi həll edindir. Baxırıq nəyə? Deməli, hər tərəfi nəyə bilərik? 1 çıx kosinus 6x vur kosinus 3x bərabərdir. Gəlin belə eləyək də, kosinus 6x'in dərəcəsini aşağı sala bilərik. Baxaq, başqa hansısa metod varmı? Deməli, dedik ki, bunu 6x azaldaq da. Deməli, bu nədir? 1 çıxılsın. Kosinus 6x'in yerinə yazaram. Kosinus kvadratı 3x çıx. Sinus kvadratı 3x. Amma qabaqdan mənfiyə görə işarə plusa çevriləcək. İndi vurulsun. Kosinus 3x bərabərdir sinus kvadratı 3x. Baxın uşaqlar, bu biri də açaram. Sinus kvadratı 3x üstə gəl kosinus kvadratı 3x kimi. Çıx kosinus kvadratı 3x üstə gəl sinus kvadratı 3x. Vur kosinus 3x bərabərdir yuxarıdakı ifadəyə. İndi burada kosinus 3x-lər getdi. Qaldı 2 dənə sinus kvadratı 3x vur kosinus 3x bərabərdir sinus kvadratı 3x. Sinus kvadratı 3x-lər də getdi. Buradan kosinus 3x bərabər oldu 2-də 1-ə. İndi kosinus 3x'i biz 2-də 1 tapdıq. Buradan 3x nəyə bərabər olacaq? Deməli 3x bərabərdir müsbət mənfi pi bölünsün 3 üstə gəlinsin 2 pi k. Buradan x də bərabərdir pi böl 9 müsbət mənfi üstə gəl 2 pi k böl 3. Baxaq, bu hissəsi hansı cavabda var? Deməli 2 pi k ilə olan C variantında var. Amma indi uşaqlar bir şeydə fikir verin. Biz burada ixtisar elədik ya. Bunlar əslində bir-birinə bərabərdir. Yəni bunun yerinə 0 qoysaq da olur da. Yəni sinus kvadratı 3x-i 0-a bərabərləyərəm. Buradan sinus 3x 0 olacaq. 3x bərabər olacaq pi k-ya. X də bərabər olacaq pi k bölünsün 3-ə. Yəni digər tərəfdən də bunu da nəzərə alın. Yəni ixtisar eləyib həməncik o kökü yox eləməyin. Ümumiyyətlə tənliklərdə ixtisar edilən zaman mütləq kökü nəzərə almaq lazımdır. İndi keçirik 8 nömrəli suala. Bizə deyir ki, 8-də limit hesabla. Əgər sonsuzluqdursa nə edirdik? Ən böyük dərəcəyi bölürük. Hər tərəfi n kvadratına böləcəm. Kökün altında n kvadratıdırsa kənarda n-dir. Deməli, bunlar getdi 0, 0 yarandı. Qalır kök hətta 9 bölünsün 2. Yəni 3 bölünsün 2. Eləyəcək 1,5 A variantı. Keçirik, bərabərsizliyi həll edindir. Bu 2 nə demək? Kök hətta 3-cü dərəcədən 2 nədir? 2 üstü 3-də 1-dir. Vurulsun 5 minus 2 qız kiçikdir bərabərdir. 2 üstü mənfi 3-ə. İndi əgər əsasları eyni idisə, o zaman üstləri 1 götürürük. Yəni 3-də 1 vur 5 minus 2 qız kiçikdir bərabərdir mənfi 3-dən. Buradan da vurub açanda eləyəcək. Hər tərəf 3-ü digər tərəfə vuraram. 5 minus 2 qız kiçikdir bərabərdir mənfi 9-dan. Mənfi 2 qız kiçikdir bərabərdir mənfi 14-dən. X böyükdür bərabərdir 14 bölü 2-dən, yəni 7-dən. X 7-dən böyükdür. O zaman olacaq 7 müsbət sonsuzluq. Bu şəkildə yazacağıq. Keçək 10 nömrəli suala. İfadənin sadələşdirindir. Deməli, nə edirik? Tangens alfa çıx tangens beta vur kotangens alfa minus beta çıx tangens
alfa vur beta bərabər üstəgəl kotangens böl tangens. İndi bir şey fikir verək, yeniləşdirmək istəyiriksə, gəlin bu kotangensin yerinə 1 bölünsün tangens alfa minus beta yazaq. Yazıram tangens alfa çıx tangens beta böl tangens alfa minus beta. Çıxılsın. Tangens alfa vur tangens beta üstəgəl 1 böl tangens kvadrat alfa. Çünki kotangens 1 böl tangens daxı. Gətirib yerinə qoydum da elə bil ki. Bu da bərabərdir. İndi nəyə fikir verəcəyik? Bu tangens alfa minus beta'nı açsam. Tangens alfa çıx tangens beta böl tangens alfa çıx tangens beta bölünsün 1 üstəgəl tangens alfa vur tangens beta'ya. Bu ikisi gedəcək bir-birindən və bu da məxrəcin məxrəc sürətə qalxacaq. Deməli, nə qaldı bu hissədə? Və digərlərini sonra yazacağım da. 1 üstəgəl tangens alfa üstəgəl tangens beta çıx tangens alfa vur tangens beta. Bu burada vurmadı bu arada. Tangens beta üstəgəl 1 böl tangens kvadratı alfa. Bunlar da mənfi müsbətliyə gedir. Qalır 1 üstəgəl 1 böl tangens kvadratı alfa. Bu da bizə 1 üstəgəl 1 böl tangens kvadratı alfa 1 bölünsün kosinus kvadratı alfanı verəcək B variantı. Keçirik. 11 nömrəli suallar loqaritmadır. Deməli, loqaritma 3 vurulsun 9'u 3'ün kvadratı kimi yazaq. Digərində 3 üstü 2'də 1 kimi yazaq. Və üstlər toplanacaq. Nə qalar? Loqaritma 3 əsasdan 3 üstü 2 tam 2'də 1, yəni 2'də 5. Bu 2'də 5 qabağa olduğu kimi keçəcək. 3'də 3'də 1'i verəcək bizə. Cavab eləyəcək 2'də 5 Y variantı. Düzgün kəsik piramidanın, deməli öncə düzgün kəsik piramidanı çəksək. Baxaq. Oturacaqları xarici çəkilmiş çevrən radiusları 25 və 10'dur. Deməli, xarici çəkilmiş çevrən radiusları bu şəkildədirsə, düzgün kəsik piramidada, o zaman radiusu 25'dir desək, digərində radiusu kiçik radiusu 10 deyək, böyük radiusu 25 deyək. Hündürlüyünü də 8 deyəcək. Kəsik piramidanın yan tilini bizdən istəyir. Baxın uşaqlar, bir şeyə fikir verin. Deməli, bizdən əgər kəsik piramida deyirsə, onda bu kəsik piramidamızın gəmilən şəklini qəşəng çəkək. Nə edəcəyik? Məsələn, mən burada kəsik piramidanı çəkirəm. Və baxın. İndi bizim nə tapdıq? Dedik ki, birinin radiusu 10'dur. O zaman bura nə olur? 10 olur. Aşağıdakının radiusu 25'dirsə, burada olacaq elə bil ki 25-25. Yəni burada nə yarandı? Trapesiya yaranır da sanki elə deyil. Trapesiyanın indi yuxarısı 20'dir, aşağısı 50'dir. O zaman belə bir hündürlük çəksəm, bura düşəcək 20, digərləri də yarı bölünəcək 15-15. Hündürlük də 8'dir. İndi bura 15, bura 8'dirsə, avtomatik yan tərəf neçə olacaq? 17 olacaq. Kəsik piramidanın yan tilini bizdən istəyir. Elə 17'ni istəyirdi. Konusun doğranı 2 kökdə 2. Ox kəsiyinin təpə bucağı 90'dır. Bu konusun oturacağın sahəsini tapın. Əgər konusdursa bu, belə bir şey. İndi bu təpə bucaq 90'sa, deməli düz bucaqlı üç bucaqdır da. Doğran da 2 kökdə 2'dirsə, o zaman avtomatik aşağı neçə olasıdır? Aşağı diametrdə elə bil ki, diametri olacaq 2 kökdə 2'nin kökdə 2 vurulmuş halı, yəni 4. Deməli, diametr 4'dürsə, radius da olacaq 2. Konusun oturacağın sahəsini istəyir. Oturacaq çevrədə çevrənin sahəsi pi r kvadratı, yəni 4 pi. Funksiya ibtida funksiyası üçün bu şəkli tapın. Demək, inteqralını tapacağım. 10x üstü 9 üstəgəl 3. İntegral nə idi? Üstünə 1 gəlib alınan ədədə bölürdük. 10x üstü 10 bölü 10 üstəgəl 3 x üstəgəl c. Bu da onlar gedir, qalır x üstü 10 üstəgəl 3 x üstəgəl c. Variant yox, bu deyil. Variant hansı uyğun gəlir? Y variantı uyğun gəlir, bəli. Keçirik 15 nömrəli sualla. Beta kör, qamma açıq və alfa plus qamma isə 300'dür. O alfa bucağın dərəcə ölçüsünü ala biləcək ən böyük tam qiymət tapın. Deməli, qamma açıqdırsa, açıq bucaq neçədir? 180. Deməli, alfa üstəgəl, beta üstəgəl 180 bərabərdir 300'ə. Buradan alfa ilə beta bərabərdir neçəyə? 300'dən çıx 180'i qalacaq 120. İndi və beta kör bucaqdır. Beta kör bucaqdırsa, deməli 90'dan böyükdür. Məsələn, ən böyük olsun 91. Alfa üstəgəl 91 bərabərdir 120'yə. Alfa da bərabərdir 120'dən çıxacam 91, eləyəcək 29. Deməli, digəri, yəni alfa ən kiçik, ən böyük 29 dərəcəni alır.
Növbəti diametri AC olan çevrədə AN qövsünün uzunluğu 6 pi və N qövsünün uzunluğu 2 pi'dir. O zaman yarım çevrə nə olur? 8 pi. Bəs bütöv çevrə nə olasıdır? 16 pi. Bütöv çevrə nə idi? 2 pi. 2 pi 16 pi isə radius nədir? 8. Bizdən elə çevrənin radiusunu istəyirdi. Biri digərinin açıqlığı olmayan, olmayan AVB çoxluqları üçün birləşmə 12'dir, kəsişmə 4'dür. Yəni burada kəsişmə 4'dür, burada x-dir, y-dir, birləşmə də 12'dir. B çoxunun ən çox neçə elementi olduğunu tapın. İndi deyək ki, biri digərinin açıqlığı deyil. Deməli, bunların ortaq olmayan elementləri də var. Yəni, B çoxunun ən çox neçə elementi olduğunu tapın. Məsələn, burada x A çoxluğunda ən azı 1 olsa, ortaq olmayan. O zaman digərinə neçə qalacaq? Digərinə qalacaq 7. Və indi nə olur? 1 üstəgəl, 4 üstəgəl 7 bərabərdir 12. B şərti ödəyir. Başqa baxaq, nə yaza bilərik? Elə məncə 7 kifayətdir bizə. B çoxunun elementini istəyir, yəni 4 ilə 7-nin cəmini istəyir, eləyəcək 11 A variantı. Tənliyin köklən kvadratlar cəmini tapın. Deməli, necə işləyərəm? Bunu bu tərəfə keçirərəm. Kök hədddə 10 üstəgəl y, üstəgəl kök hədddə 10 çıx y. Bunun kvadratı yüksəldərəm hər iki tərəfi. Burada nə alınır? O zaman bunun kvadratı, yəni kökdə 10 plus y-in kvadratı 10 üstəgəl y, üstəgəl 2 kökdə 10 minus y, 10 plus y. Vurulsun, üstəgəlsin 10 minus y bərabərdir 20'yə. Burada y-lar getdi. 10 ilə 10 20 eləyir, digər tərəfə keçirəndə 20'lər də gedir. Deməli, geridə qaldı nə? 2 kökdə 10 çıx y, 10 plus y eləyir 100 çıx y kvadratı bərabər 0'a. Deməli, kökün içi 0'dır. 100 çıx y kvadratı bərabər 0'a, y kvadratı bərabərdir 100'ə, y də bərabərdir müsbət mənfi 10'a. Bizə deyir ki, indi tənliyin köklən kvadratlar cəmini tap. Yəni, mənfi 10'un kvadratı üstəgəl müsbət 10'un kvadratı. Bu da eləcək 100 üstəgəl 100, yəni 200. Cavab olacaq C variantı. 19-cu sual. Kvadratdır deyir və A, D, M bucağı M, D, S bucağına bərabərdir. Bura 45, bura 45 avtomatik. O zaman bu xətti belə uzatsaq, diagonal rolunu oynayacaq. Sonra bura deyir, bura perpendikulyardır. MD 11 kökdə 2'dir. A'dan K'ya kimi olan məsafə 6'dır. Sonra BK'nı tapın. BK. Bura X'dir. Tamam. Necə taparaq baxaq. Burada 3 bucaq oynasaq. Bura 45'dirsə, onda X plus 6'dırsa, burada X plus 6'dır. Bu hissədə olacaq neçə? X plus 6'nın burada 45 olacaqdır, elə bil ki. Avtomatik bura X-sə, bura X böl kökdə 2'dir, burada X böl kökdə 2'dir. Bu hissələri tapdıq. Bir də bilir ki, bu X plus 6'nı kökdə 2'yə vurduqda bu hissə alınır. Yəni X böl kökdə 2 üstəgəl 11 kökdə 2 alınacaq. Və salam, bunu tapmaq üçün kökü vurub açsaq, alınacaq kökdə 2 x üstəgəl 6 kökdə 2 bərabərdir x kökdə 2 böl 2 üstəgəl 11 kökdə 2. X'ləri bir tərəfə keçirərəm. Kökdə 2 x çıx x kökdə 2 böl 2 bərabərdir 11 kökdə 2 çıx 6 kökdə 2. Bu da eləyəcək neçə? Kökdə 2'ni çıxarsaq geridə qalır 1 çıx 2'də 1, yəni 2'də 1. Kökdə 2 x böl 2 qalır. Bərabərdir. 11'dən 6 çıxanda 5 kökdə 2'yə. Buradan kökdə 2'lər getsə x də bərabər olacaq 10'a. BK-nı istəyirdi bizdən, yəni x-i 10 D variantı. Kompleks ədədin modulunu tap deyirsə, kvadratı yüksəltdir. Yəni kök hədddə 2'nin kvadratı üstəgəl mənfi 1'in kvadratının kubunu tapacaq. Yəni ya kuba yüksəldin sonra kvadrata, ya kvadratı yüksəldin sonra kuba eyni şeydir. Bu da eləyəcək kök hədddə 2'nin kvadratı 4, mənfi 1'in kvadratı 1, yəni kökdə 5. Kökdə 5'in kubu, yəni 5 kökdə 5 A variantı eləyəcək. Keçirik 21 nömrəli suala. Funksiyası üçün törəməni tap deyir. Yəni, öncəliklə nə edərik? X ortaq vuruq kimi çıxarsam qalır 1 üstəgəlsin x bölünsün x kubu. Buradan da x kubundan bu gedir. Geridə qalır 1 üstəgəl x böl x kvadratı. Bunu da tək-tək yazaram. 1 bölünsün x kvadratı üstəgəl 1 böl x.
İndi bunların törəməsini tapsaq, 1 bölünsün x kvadrat, x üstü mənfi 2 deyəm, o birisində deyərəm x üstü mənfi 1. Törəmə nə idi? Qabağa keçəcək ədəd və bir vahid azalacaq. Üstə gəlsin mənfi 1, x üstü mənfi 2 və yerinə 1 qoy deyir. 1 qoyduqda olacaq mənfi 2, üstə gəl mənfi 1, yəni mənfi 3, Y variantı. AB və AC 2-dir deyir, BC 7-dir. Olarsa S vektorunun uzunluğunu tapın. Deməli, mənfi 1-i 4 vurublar x-y-a bərabərdir 2. Sonra 4 mənfi 1-i vurublar yenə x-y-a bərabərdir 7-yə. Vursaq, indi skaler hasildir. Mənfi 1 x-a vuraram, mənfi x üstə gəl 4y bərabərdir 2-yə. Digərini də vuraram, 4x çıx y bərabərdir 7-yə. Bu zaman nə edərəm? Yuxarını 4-ə vuraram. Alınacaq mənfi 4x üstə gəl 16y bərabərdir 8-ə. 4x çıx y bərabərdir 7-yə. Tərəf-tərəfə toplasam bunlar gedir, qalır 15x bərabərdir 15y bərabərdir 15-ə. Y də bərabərdir 1-ə. Y 1-dirsə, gətirib burada yerinə qoysam 4x çıx 1 bərabərdir 7-yə. 4x bərabərdir 8-ə. X də bərabərdir 2-yə. Və sam 2, 1. Uzunluğunu istəyirsə kökdə 2-nin kvadrat üstə gəl 1-in kvadrat eləcək kökdə 5. D variantı. Verilmiş 3 bucaqda kosinusu verib və deyir ki, düz bucaqlı bucaqdır. 4b çıx a bölünsün a plus b ifadəsini tapın. Kosinus nə idi? Kosinus qarşıdakı katetin hipotenuza olan nisbəti. Deməli, a bölünsün c-dir də kosinus elə deyil. Buradan da Pifagor teoremindən b-ni tapsam, kökdə 58-in kvadratı çıx 7-in kvadratı bərabərdir b kvadratına. Bu da eləyir 58 çıx 49 bərabərdir b kvadratına. Bu da eləyir 9 bərabərdir b kvadratına. B də bərabərdir 3-ə. Və sam b-ni yenə 3 qoyacam. 4 vur 3 çıx a 7 bölünsün. 3 üstə gəl 7. Bu da eləyəcək neçə? 10-da 4 3-ə 12. 12-dən də 7 çıxanda qalacaq 5. Yəni 2-də 1 0,5. Vəssalam. Keçirik 0,5 aldıq burada. 11-ci suala. İfadənin qiymətini tapın deyir. B üstü 4 üstə gəl 4. Aşağıdakı kəsirin qiymətini hesablayın. Bunu belə yazaq. B kvadratının kvadratı üstə gəl 4. 4 2-nin kvadratı kimi yazaq. Əslində heç çətin deyil. Yerinə qoysaq daha qısalarıq sanki. Yox, 11 üstü 4-dür. Onda aşağıya baxaq. Yaxşı. Bunu belə yazaq. B kvadrat üstə gəl 2, B üstə gəl 2 kimi. Deməli, yuxarıda aşağı bizə B plus 1-in mörtəzə kvadratını verir. Üstə gəl 1 bir də. Deməli, B üstə gəl 1-in kvadratı üstə gəl 1. Yuxarı isə bizə B kvadratı üstə gəl 2-in kvadratı çıx 2, B kvadratı vur 2. Bunu verir. Bəli. İndi bərabərdir. Qara ilə yazaq ki, tam görünsün. Burada nə yanında? B kvadratı 111-in kvadratı 121. 121-in üstünə 2 gəlirəm. 121-in üstünə 2 gələndə 123. Bunun kvadratı çıx. 4 B kvadratı. 4 vur 123. Böl. 121 üstə gəl 1. 122-nin kvadratı üstə gəl 1. Belə aldıq. Bu yenə biraz uzun getdi. Baxaq qısa metod varmı? Kəmbirliyə bu çox uzuna gedəcək. Çünki hesablayanda qəşəng rəqəmlər almırıq. Ona görə bunu biraz daha sadə yazaq. Deyim ki, bərabərdir. B üstü 4-ü yazıram ki, B üstü 4 üstə gəl. 4B kvadratı üstə gəl 4 çıx 4B kvadratı. Böl B kvadratı plus 2B plus 2 bərabərdir. Bu bizə nə verir? B kvadratı üstə gəl 2-nin kvadratı çıx 4B kvadratında bunu B qalmışdıq. Böl B kvadratı üstə gəl 2B plus 2 bərabərdir. Bunun müxtəsər vurma düsturu kimi açsam. B kvadratı plus 2 çıx 2B. Bir də B kvadratı plus 2 plus 2B. Bu görün məxrəcdən ixtisar gedəcək bir tərəfi. Geridə nə qalır? B kvadratı üstə gəl 2 çıx 2B. Yerinə qoyaram indi.
11'in kvadratı üstəgəl 2 çıx 2 vur 11. Bu da eləyir 121 üstəgəl 2 çıx 11 22. Bu da eləyir neçə? 101. Simmetri oxu -2 olan parabolanın təpə nöqtəsi absis oxu üzərində yerləşir. Simmetri oxu nədir? -b bölünsün 2a deməkdir. Və bu -2 veribdir. Deməli, burada mənfilər gedir. B bərabər olacaq 4a-ya. A-mız da 1-dir. B deməli 4-dür. B-miz 4-dürsə P üstəgəl 1 4-dür. Yəni P 3-dür deməkdir. P-ni 3 tapdıqsa və absis üzərində yerləşir deyir. Absis üzərində yerləşir. O demək ki, Q-sü diskriminant 0-a bərabərdir. Yəni x kvadrat üstəgəl 4x plus 4 olacaq digərdə ki, bu x plus 2-nin mərtəzi kvadratını versin. Və salam, P ilə Q-nün cəmi eləyəcək 7. Keçərik növbəti suala. Müstəvini keçən parçanın AB uclarından və M orta nöqtəsindən müstəviyə uyğun olaraq A1, B1, M1 nöqtələrində keçən paralel düz xətlər çəkilmişdir. A1-6, M1-9 olarsa BB1 parçasının uzunluğunu tapın. Məsələn, bu mənim parçamdır. Bura A nöqtəsi olsun, bura B nöqtəsi və ortada da burada M olsun. İndi burada məsələn bizim hər hansı bir müstəvimiz keçirsə, buradan bura kimi məsafə A1, M1 və B1 formasında olur. Və bizə deyir ki, BB1-i tap, ortaya 9 daş, burada x-dir. Deməli, nə edəcəm? X-dan 6-nı çıxıb, yəni kənarları çıxıb, yarıya böldükdə 9 almalıyım. Çarpaz vuranda x minus 6 bərabərdir 18-ə, x də bərabərdir 24-ə. Keçirik 27-ci sualı. Ədədi silsilənin müəyyən edin deyir. A4-ü verib, A9-u verib. Gəlin D-ni tapaq. D necə tapılırdı? Birincidə. Tapmaq üçün deməli A9-dan A4-ü çıxacağım və onların indekslərini 9 çıx 4. Bu da eləyəcək 5-dən -1, yəni -0,2. 1-ə uyğun gəlir C variantı. Keçirəm ikinciyə. Burada da yenə D-ni tapsaq, eləyəcək neçə? -3 çıx -1 bölünsün 6 minus 2. Bu da eləyəcək 4-də -2, yəni -0,5. Y variantı uyğun gəlir. Üçüncüyə baxırıq uşaqlar. Deməli, üçüncüdə D-ni tapaq. Daha doğrusu D ilə 2 dənə idi. İkisini də yazdıq. Ona görə D-ni tapmağa ehtiyac yoxdur. Məsələn, S13-ü verib, A13-ü verib. Yenə də D-ni tapaq. Daha rahat olsun da işimiz. Ki, S və yaxud da A hər hansı bir ədədi tapmaq üçün. Deməli, neçəni tapaq? D-ni tapan zaman üçüncüdə. Nə edəcəm? Yenə 14-dən 10-u çıxacam, indekslərini çıxacam, 9 çıx 5. Bu da eləyəcək 4-də 4, yəni 1. Deməli, bir vahid artır. Məsələn, A13-ü tapmaq istəsəm, nə edəcəm? A9 üstə gəlsin, 4D. Bu da eləyəcək 14 üstə gəlsin, 4, yəni 18. Deməli, uyğun gəldi A variantı. Bir də S13-ü tapaq. S13 nədir? 2A1 üstə gəlsin, 12D bölünsün 2, vurulsun N, yəni 13. Bu da eləyəcək, hər tərəfi yuxarını 2-yə bölsəm, A1 üstə gəl 6D, vur 13. İndi A1-i tapsaq, A1 nəyə bərabərdir bəs? Məsələn, A13-ü verib bizə A13, bu elə A7-dir və yaxud da belə deyək də, A7 vur 13. A7 nədir bəs? A7, baxın, A5-im 10-dursa, 1-1 artırsa, 1-1 artan zaman, o zaman A6 olacaq 11, A7 olacaq 12. Eləyəcək 12 vurulsun 13. Bu da eləyəcək 156 D variantı. 1C, 2Y, 3AD. Keçək situasiyalara. Şagirdlər bayram şənliyi üçün 15 ədəd göy, qırmızı, yaşıl rəngdə düzgün 6 bucaqlı prizma formalı qutu hazırladılar. Hər bir qutunun yan səthinin açılışı 6,42 ölçüdür. Yan səthi nə formasındadır? Məsələn, buradan bir dənə xətlə kəsib açsaq. Burada nə yaranır? 6 dənə düzbucaqlı yaranır, elə deyil. 1, 2, 3, 4, 5, bu da 6. 6 düzbucaqlı yaranır. Həcmi isə bu şərtlər daxilində ən böyükdür. Qutulardan hər birinin oturacağı elə dairə formasını kartondan kəsilib hazırlanıb ki, itkiyanız olsun. Deyir ki, bir qutunun həcmini tapın. Deyir ki, hər bir qutunun yan səthinin açılışı 6-nın 42-yədir. O zaman neçə olacaq? Bu şəkildə olacaq, elə deyil. 6, 7. İndi mən avtomatik gördüm ki, hündürlüyüm 6-dır. Avtomatik oturacağın tərəfi də 7-dir. Oturacağı nədir? 6 bucaqlıdır. İndi 6 bucaqlının sahəsini tapmalıyam. 6 bucaqlının sahəsi necə tapılırdı?
Deməli 6 dənə, daha doğrusu məsələn 46 bucaqlı çəksəm, 46 bucaqlı çəksəm, burada nə görürsünüz? Burada görürük ki, neçə dənə? 6 dənə bərabər tərəfli 3 bucaq var. A formasında olan. Və bərabər tərəfli 3 bucağın sahəsi necə tapılırdı? A kvadratı kökdə 3 bölünsün 4. Bundan 6 dənə olduğu üçün 6-ya vururam. Bu da nə edir? 3 kökdə 3 A kvadratı böl 2. Bax, bu bizim 6 bucaqlımızın sahəsidir. Gəlin indi A-nın yerinə 7 qoysaq. 3 kökdə 3 vur 7-nin kvadratı böl 2. Bu da eləyir neçə? 49 vur 3 kökdə 3 böl 2. Bu bizim 6 bucaqlımızın sahəsi. Bir qutun həcmini istəyirsə, həcmin düsturu nədir? S oturacaq vur H-dır. Yəni nə edəcəm? 49 vur 3, 49 vur 3 kökdə 3-ü 2-yə bölüb 6-ya vuracam. 6 ilə də bu ixtisar gedir. Geridə qalır 49 vur 9 kökdə 3. 49 da 9-a vuranda eləyir 441 kökdə 3. Və salam. Birincinin cavabı 441 kökdə 3 olacaq. Gəlin indi keçək ikinciyə. Bu hissəni təmizləyək. Uşaqlar, əgər sizə nəsə bir şey aydın olmasa, adlar əl bölməsinə yazın, izahını verin. Abunə olmağı da unutmayın ki, bütün videoları vaxtında əldə edilərsiniz. Gəlin keçək 29-cu suala. Bir qutunun oturacağı hazırlanarkən dairə şəkli kartonu itkiyə gedən hissəsinin sahəsini hesablayın deyir. Bax, məsəl üçün, mənim dairə var. Dairə formasında kartonlardan 6 bucaqlılar kəsiblər. İndi itkiyə getməsin deyə, buradan hansı itkilər var? Bu qıraqlarda qırmızı formada çəkdiyim itkiyə gedən hissələrdir. İtkiyə getməsin deyə nə edirəm? Maksimal dərəcədə böyük götürərəm da, elə deyil. Maksimal böyük götürəndə nə yaranır? Çevrənin sahəsi pi r kvadratı. Bundan çıxarıq 6 bucaqlının sahəsini ki, qırağa gedən, itkiyə gedən hissələrin sahəsini tapaq. İndi radiusun bəs neçədir? Bax, buradan mərkəzdən bütöv hissə nədir? 14-dür, elə deyil, böyük diametr. Radius nəyə bərabər olurdu? Elə tərəfə bərabər olurdu, yəni 7-yə. Eləcək 49 pi çıxılsın neçə idi o birisi? 441 kökdə 3. 441 kökdə 3 bölünsün 2-si də var idi, deyilsin. Aha, bölünsün 2. Və salam, indi pi-ni bizə veribdi 3. Kökdə 3 verib 1,7. Eləcək 49 vur 3 çıxılsın 441 vurulsun kökdə 3'ü 1,7 yazırıq, bölünsün 2. Və salam, bunu da artıq hesablamaq sizin özünüzə düşür. Hesaplayarsınız, çünki uzundur, vaxt itirmək istəmərəm bunu hesablayaraq. 22,05 düşəcək, artıq bunu özünüz hesablayıb alarsınız. 30 nömrəli suala keçək, buranı yenə siləcəm. İndi mənə deyir ki, yaşıl qutuların sayı göy qutuların sayından 3 ədəd çoxdur. Qırmızı qutuların sayından isə 1 ədəd azdır. Yaşıl, göy, qırmızı. Bax, deyir ki, yaşılın sayı göy qutuların sayından 3 dəfə çoxdur. Deməli, bu göy x-dırsa, bura 3x olacaq. Qırmızı qutuların sayından isə 1 ədəd azdır. Burada 3x plus 1 olacaq. Cəmi neçə dənə var? 15 dənə qutu. 3x üstə gəl, x üstə gəl. 3x plus 1 bərabərdir 15'ə. Bu da eləyir 7x bərabərdir 14, x də bərabərdir 2'yə. X 2-dirsə göy qutunun sayı 2 olacaq. Qırmızının sayı 7 olacaq, yaşılın da sayı 6 olacaq. Keçir indi növbətiyə. Yuxarıdan yazacağım çünki aşağını geniş istifadə elədik. Deyir ki, bu qutulardan 3'ü təsadüfi seçilir. Seçilən qutuların hamısının eyni rəngli olması hadisəsinin ehtimalını tap. Bax, mənə neçə qutu lazımdır? 15 dənədən 3'ü lazımdır. Amma eyni rəngdə olsun 3'ü də. Deməli, ya bu yaşıldan olacaq, ya da qırmızıdan olacaq. Avtomatik artıq göydən seçəmirik, çünki göyün sayı 2 dənədir. Bunu da hesablasaq, nə yaranır? Deməli, 6 faktor böl 3 faktor və 3 faktor üstə gəl. 7 faktor böl 3 faktor və 4 faktor bölünsün. 15 faktor böl 3 faktor və 12 faktor. Bunu hesablasaq, yəni aşağını silək, orada hesablayaq. Bərabərdir. 6 faktor, 6 vur, 5 vur, 4 vur, 3 faktordur.
Aşağıda 3 faktor, 6 faktordur. Digərini saxlayıram. 6 faktorlar, 3 faktorlar gedir. 6'lar gedir. Geridə qalır 20. Demək bunun cavabı 20-dir. Üstəgəlsi. 7 vur, 6 vur, 5 vur, 4 faktor. Böl 4 faktor və 3 faktor 6 deməkdir. 6 getdi, 4 faktor getdi. Geridə qaldı 35. Aşağıda 15 faktor. 15 vur, 14 vur, 13 vur, 12 faktordur. Böl 3 faktor 6 deməkdir və 12 faktor. 12 faktor gedir. 6'nın 3'ündən 15 gedir. İkisindən də bu gedir. Geridə qalır neçə? 35 vur 13. Yuxarıda da qaldı 20 üstəgəl 35. 20-nin üstünə 35 gəndə eləyir 55. Böl 35 vur 13. 5'lər ixtisar getsin. Burada qalacaq 11. Aşağıda qalacaq 7 vur 13. O da eləyir 1, 2 yadda 91. 91'də 11. Bu şəkildə uşaqlar 3 stasiyanı da bitirdik. Əgər aydın olmayan bir şey olsa, dediyim kimi, rəy bölməsində yazmağı unutmayın. Mənə WhatsApp vasitəsindən də ulaşa bilərsiniz. Əlaqə nömrəm 055 528 0967-dir. Nə sualınız olsa cavablandırmağa hazıram. Abunə olmağı da unutmayın.